Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla yine her birinizi hoş gördük. Hürmetli Allah ayının, mübarek Ramazan ayının qonaqları. Allah tuttuğunuz oruçları, elədiyiniz ibadetleri ali derecede kabul eylesin. Elhamdülillah, Allah lütf eylədi, kərəm eylədi. Artıq bugün Ramazan ayının 10. günüdür. Həmd olsun aləmlərin Rəbbinə. Allah kəramət göstərdi, bizə lütf elədi, bu ayı yaşaya bildik və orucunu tutduq. Allah hamılarınızınkini ali dərəcədə qəbul eləsin. Bugün Ramazan ayının 10'u Allah Rəsulunun xanımı Həzrəti Xədicə salamullahi aleyhanın vəfat günüdür. Peyğəmbərin həyat yoldaşı Həzrəti Zəhra salamullahi aleyhanın anası və Əhl-i Beyt imamlarının nənəsi və İslam dinində, İslamın inkişaf eləməyində böyük rolu olan bir xanımın vəfat günüdür. Mən bu qəmli gün münasibətilə başta zamanəmizin imamı Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifə və eyni zamanda bütün İslam aləminə və Əhl-i Beyt dostlarına başsağlığı diləyirəm və istəyirəm ki, Allah bizi qiyamət günü o xanımın şəfaətindən ayrı salmasın. Həzrəti Xədicə salamullahi aleyha behişt qadınlarının biridir. 4 nəfərdən biridir ki, cənnət qadınlarından hesab olunur və xanımın ləqəbləri var. Ummul Müminin, müminlərin anası, Qureyş xanımlarının seyyidəsi, Tahirə, pak və Tahirə. Bu ləqəblər Həzrəti Xədicə salamullahi aleyhanın ləqəbləridir. Və Həzrəti Xədicə salamullahi aleyha İslam dininin inkişaf eləməyində maddi cəhətdən Allahın Rəsuluna çox dəstək olmuşdur. Və İslam ümməti, müsəlmanlar 3 il Şibi Əbi Talibdə mühasirədə qaldıqları zaman Həzrəti Xədicə salamullahi aleyha öz malını tamamilə Allah Rəsulunun ixtiyarında qoydu və oradakı müsəlmanların çətinliklərini hər zaman həll eləməyə çalışdı. Və eyni zamanda İslam Peyğəmbərinə ilk iman gətirən xanımdır. Həzrəti xanım Xədicə salamullahi aleyha. Peyğəmbər salavatullah xanım Xədicə salamullahi aleyhanın haqqında buyurur ki, insanlar məni yalanlayanda Xədicə mənə iman gətirdi. İnsanlar məndən köməyini əsirgəyəndə xanım Xədicə bütün varını, dövlətini, vücudunu İslamın himayəsi üçün, İslamın inkişafı üçün xərclədi və bu yolda öz hər nəyini əsirgəmədi. Ona görə İslam aləmində, İslam dinində ən böyük xanımlardan biri hesab olunur. Və eyni zamanda Həzrəti Zəhra salamullahi aleyhanın anasıdır ki, Həzrəti Zəhra salamullahi aleyha da İslam aləmində dünya və axirət xanımlarının seyyidəsidir. Bütün vücudu ilə, bütün varlığı ilə Allah Rəsulunu müdafiə elədi. O dünyasını dəyişəndə ki, Ramazan ayının 10'uydu.
və Peyğəmbərin Peyğəmbərliyindən 10 il sonra dünyasını dəyişdi. Peyğəmbərə çox ağır, acı hadisələr üz verdi ki, Əbu Talibin də vəfatı həmən ildə olmuşdu. Həmən ili hüzün və qəm ili adlandırdı Peyğəmbər. Və o qədrəm Allah Rəsulunun yanında ehtirama malik idi və böyük hörmətə malik idi. Peyğəmbər salavatullah xanım Xədicə salamullah əleyhanın haqqında buyurur ki, Həzrəti Xədicə salamullah əleyhanın haqqında buyurur ki, sən bütün vücudunla İslam'a xidmət elədin və aralarında çoxlu həya pərdələri var idi Peyğəmbərlə xanım Xədicənin arasında. Hətta xanım Xədicə bəzi məsələləri Həzrəti Zəhra salamullah əleyhanın vasitəsilə Peyğəmbərdən istəyərdi. Onlardan biri də budur ki, xanım Xədicə Həzrəti Zəhraya qızına buyurdu ki, qızım, atan Allahın Rəsuluna deyərsən ki, mən dünyamı dəyişəndə məni öz əbasına büküb, məni elə dəfn eləyər və mən qəbr əzabından çox qorxuram. Allaha ant verirəm izzət və cəlalı hörmətinə. Allah bu xanımın dünyada ziyarətini və ahirətdə şəfaətini hamılarımıza nəsib eləsin. Və inşallah Allah bu günün hörmətinə ki, xanımın vəfat günüdür, bizdən iltimasi dua eləyənlərin Allah dualarını ali dərəcədə qəbul eləsin və bizi inşallah ölənə qədər Əhl-i Beytin qapısında xidmətçi qərar versin. Bir daha hər birinizin oruç namazlarınız qəbul olsun. Ramazan ayının ilk 10 rəhmət günü qurtardı, 10 məğfirət günü başlayır və ondan sonra da Allah öz sevdiyi bəndələrini cəhənnəmdən azad eləyər. İnşallah Allaha ant verirəm izzət və cəlalı hörmətinə bizi Allahın rəhmətinə daxil olub, məğfirətinə daxil olub, cəhənnəm odundan azad olmuşlardan hamılarımızı qərar versin və qarşıdan çox möhtərəm, möhtəşəm və Allahın mübarək ayının gecələri gəlir ki, çox əzəmətli gecələrdir. Allah inşallah bizləri də o gecələrin fəzilətindən, Xədicələrin fəzilətindən məhrum eləməsin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh.